Xoş olsun o insanın halına ki, anası çox iffətlidir. Xoş olsun. O iffət buna da süzüləcək, evlada da. Bir mənası da başqa bir mənası da ola bilər. Ha? Yəni, xoş olsun o anaya ki, iffətlidir, qoruyur özünü, günahdan qaçır. Bəziləri kimi deyil, az da olsa belələri var həyatda. Gözü kölgəli eləyər həyat yoldaşını, özünü bədbəxt eləyər. Xanım, sən övladının niyə abrın tökürsən, o övlad sabah böyüyəcək, o başını dik tutmayıb gezə bilməyəcək. Nə uğur qazanacaq sənin övladın? Qurban oldu sənin nəfsi istəklər və uşaqların. Olarmı bu? Güya acıq çıxır kişidən. Elə acıq çıxmırlar ki, nə iş görürsən heç fərqində deyilsən. Yaxşı, bu qadın, üzr istəyirəm bu sözə görə, bu iffətsizlik edir. O kişi ki var, sən ki bilirsən bu evli xanımdır, sənin həyan hara getdi? Sənin həyan hara getdi? Sən Allaha nə cavab verəcəksən? Deyim, əgər tövbə eləməsə, çəkilməsə onu işdən, nəinki axirətdə dünyada bəlası gələcək. Qətiyyətlə deyirəm sənə. Allah dünyada aprıb aparacaq. Get tövbə elə. Çəkil o işdən. Xanım və kişi müğayət olsunlar. Çox müğayət olsunlar. Adam abrını, iffətini qoruyar. Abrını, iffətini qoruyar. Allaha nə cavab verirsən? Allahın huzuruna necə dayanırsan? Tövbə elə, tövbə. Əstəğfirullahdır. Şeytanın vəsvəsələrini qoy kənara. Özünü yığ. Möhkəm saxla. Və dünyada da qutarıb gedəcək dünya. Çıxıb gedəcək də hamımız buradan. Bədbəxt eləmə, nə özü, nə övladları, nə nəslivi. Bədbəxt eləmə, nə özü, nə övladları, nə nəslivi.